Salam değerli Nurlu Səhər TV izləyiciləri, hər birinizi kollektiv adından salamlayırıq. Həmişə olduğu kimi yenə də biz müasir yaşadığımız dövrdə problemlərdən danışmaq istəyirik. Hər kəsə aydındır ki, son günlər, gündəmdə olan, açığı deyirəm ki, iki dənə məsələ var. Bütün sosial şəbəkələrdə, harada baxırsan, ya o təbii fəlakətlərdən, sel daşqınlardan söhbət açılır, ya da son vaxtlar uşaq pulu ilə bağlı deputat deyilən Günal Ağamalının danışıqlarıdır. Sonra ona münasibət bildirən Səidə xanım haqqında olan danışıqlardır. Bunlar gedir. Mən ilk olaraq təbii fəlakət nəticəsində olan negativlərdən danışmaq istəyirəm. Hər kəs deyə bilər, hansı yerdə, hansı daşqınlar oldu, belə oldu, elə oldu, bəziləri bəraət qazandırır ki, bilinmirdi ki, bu qədər yağıntı olacaq, nə eləyəcək? Bunlar hamısı heç də bizi gələcək o bəlalardan xilas edən sözlər deyil. Əslində, ümumiyyətlə bizim Azərbaycanlı insanların əksəriyyətində belə bir şey var ki, hadisə baş verəndən sonra onun fəsadları haqqında, qarşısının alınması haqqında tədbirlər görür. Əvvəlcədən fikirləşmir ki, dərk eləmir ki, təbiətin hadisəsidir. Güclü dolu da tökə bilər, güclü yağışlar da baş verə bilər. Buna görə də mən müəyyən o fikirlərimi həmkarımız Vacib bəy ilə bölüşmək istəyirəm. İlk öncə Bakıda o baş verən hadisələr adətən mən deyərdim ki, bütün hər birimizin başımıza aşağı salan bir işdir. Mən tam səmimi öz fikirlərimi bildirirəm. Mərkəzi şəhərimizdir. Bütün dünyanın rəhbərləri ora gəlir, iş adamları, müxtəlif nazirlər bizim şəhərimizə gəlirlər, mərkəzə gəlirlər. O mərkəzdə 21-ci əsrdə o halların baş verməsi bizə başımızalığı gətirmir. Bir daha qeyd edirəm. Səbəb nədir? Səbəb odur ki, tam səmimi deyirəm ki, rəhbərlər yerində deyil, kanalizasiyadan tutmuş, yol işçiləridir, infrastruktur işçiləridir, hər birisi öz üzərinə düşən vəzifəni yerinə yetirə bilsələr, bu hal baş verməz. Salam Nurlu Səhər TV izləyiciləri, hər birinizi salamlayıram, hər birinizə uzun ömür, can sağlıqlar arzulayıram. Edə mənim, onu deyim ki, çox düzgün qeydlərdiniz ki, bəli, Bakı şəhərində, mərkəzdə bu təbii fəlakətin bu sel nəticəsində, yağışın yağmasında götürür elə Sabunçu rayonu. Sabunçu rayonunda, məsələn, yağışlar yağanda dəfələrlə insanlar müraciət edir ki, orada olan o keçid var. O keçiddən biz keçə bilmirik. Su götürür gedir, kanalizasiya sistemi tamamilə məhv oldu. Bu da yenə də bu nədir? Məmur ehtinatsızlığıdır. Yəni, məmurlar bunu dəfələrlə görür, məsələn, təbii fəlakətdir, bu yağı bilər, bunun haqqında bir ölçü götürməlidir, nəsə bir tədbir görülməlidir. Ona görə deyirəm ki, Hüsnüsiyyə, ona görə deyirəm ki, bir daha görüşün əvvəldə qeyd elədim ki, bizim o əlaqədar insanlar, o deputat dediyimiz insanlar, o yaşadıkları ərazidə ən azından bu şeyləri müşahidə eləməmiş deyildir. Yaxşı olar ki, hansısa dövlətin siyasəti olan uşaq pulu niyə vermir, hansı səbəbdən vermir, belə şeylərə baş qatıb, konflikt yaratmaqdansa, çalışaq birinci insanın yaşaması üçün iqtisadi problemlər həll olunmalıdır. Buna görə də bizim heç yağış olmamışdan şəhərdə nələri görmürük biz Bakıda, istər kanalizasiya sahəsində, istər digərlərində. Buna görə biz əvvəl qeyd edədiyim kimi fəsadlar baş verəndən sonra yox, əvvəlcədən gözlənti olmalıdır ki, əgər güclü yağışlar baş verərsə, tsunami baş verərsə, bunun qarşısının alınması üçün, təhlükə, fəsadlar yaratmamaq üçün nə etmək lazımdır? Təkcə Bakıda yox, bölgələrdə də, kəndlərdə də çalışır, bu işlər vaxtında əlaqədar insanlar təşkilatlar tərəfindən qarşısı alınmalıdır. Mən məsələ orasılar ki, yəni bir götürək özümüzün kəndimizdən. Məsələn, təbii fəlakət gözlənilməz bir şeydir, gözlənilməz şəkildə gəlir və bunun da qarşısını almaqdan əvvəlcədən işlər görülməlidir. Bu işlərdən mütəmadi olaraq görülür. Mən öz təşəkkürümü bildirirəm ki, bu işlərin görülməsində
2 dənə kənd bələdiyyəsinin sədri və sizin təşkilatçılığınızla siz orada daimi iştirak edirsiniz və yolların düzəlməsində, ondan sonra qumun tökülməsində, bu işlər çox böyük təqdirə layiqdir. Mən bu işləri alqışlayıram. Bu işlər çox böyük bir rəğbət qazanan bir işlərdir. Kənddə də sakinlərlə, mən dəfələrlə görüşürəm ki, sakinlər də çox razılıq eləyir. Çox razılıq eləyir, bu işlərdən məmnundurlar. Mən də nə deyim ki, burada göstərdi ki, bu işdə siz mütəmadi olaraq çalışırsınız ki, nəsə bir iş görəsiniz. Çox sağ olun Vacib bəy. Ümumiyyətlə, təkcə qum tökülməsi deyil, kənddə çalışmaq lazımdır ki, yaxşı işlərin sayı çox olsun. Adicə bu bayram qabağı bizdə 30 dənə ailəyə, bələdiyyənin adını çəkdiniz, 30 ailəyə, şəhid, qazi, imkansız ailələrə bayram hədiyyəsi verildi. Yəni, gücü imkanları daxilində də, belə bələdiyyə deyəndə bəziləri elə başa düşür ki, elə bələdiyyə hər yerdən nə tər olsa pullar axışıb gəlir. O da insanlardan yığılan Buna görə də, yəni, bu işləri görməkdə məqsəd odur ki, bizim kənddə də müəyyən doqqaz deyirik də, küçələrdə yalaqlar əmələ gəlmişdir. Təşkilatlardan müraciət edirik, alırıq, texnikadır, işçidir, maşınlardır, alırıq, güc satan qədər imkan səviyyəsində bu şeylərin qarşısı alınır. Hər yerdə bir olmalıdır. Bütün sahələrdə mən istəyirəm ki, hadisənin baş verməsi gözlənilməsin. Bu hadisələrə qarşı əvvəlcədən hazırlıq görülsün. İnşallah, mən hesab edirəm ki, ki də dağlıq ərazi sayılır, Şəki kəndləri də, əlaqsızda yuxarı kəndlərdə də tez-tez adi xırda yağışlı hallarda da sel daşqın təhlükəsi yaranır. Buna görə də özümü tuturam ki, həmin kəndlərin bələdiyyələri də, insanları da səfərbər olmalıdırlar. Adicə xırda bir şey deyim ki, kəndin özündə öz qapısının ağzını, barının dibini müəyyən qədər bir nəzarət eləməkdə çoxları laqeydlik nümayiş elətdir. Bu olmamalıdır. Çünki bu hər birimiz üçündür, bütövlükdə kəndimiz üçündür. Mən hesab edirəm ki, elə başda bizim Şəki, Dəynə olmaqla Respublikanın bütün yerlərində, o cümlədən mərkəzi paytaxtımız Bakıda dediyim məsələlər həll olunar, əlaqədar orqanlar, təşkilatlar əvvəlcədən öz qabaqlayıcı tədbirlərini görər ki, hansısa fəlakət, faciəli bir hadisə baş verməsin. Mən bir şeylə qeyd etmək istəyirəm ki, məsələn, hər şeyi bələdiyyənin üstünə yıxmaq olmaz. Biz cəmiyyət olaraq, xalq olaraq, kəndə yaşadığımıza görə mən dəfələrlə, məsələn, öz qonşularıma öz iradımı bildirirəm. Mən bu yolla səhər axşam idarənin qabağı deyək də, biz idarənin qabağıdır, mən gəlib gedirəm və hər dəfə də, məsələn, istər qışda, istər yayın günündə, bax, axlar yaxşı vəziyyətdə deyil, hər biri içi dolub, tamam belə pis vəziyyətdə demək olar ki. Vətəndaşlar da gəlirlər, suyu normadan artıq açırlar. Hər dəfə də mən öz iradımı bildirirəm ki, qardaş, bura el yoldur. Buradan bütün qocadır, cavandır, şagirddir, müəllimələrdir, müəllimdir və axır və s. Buradan keçib gedirlər. Gəlin, bunu mən eləməliyəm, kimsə eləməlidir bu. Qıraqda gəlib bələdiyyə gəlib, haqq qazanmıyor ki, bələdiyyə gəlib nəsə deyən deyir ki, öz aramızda gelib bu haqqa danışasan, bu düzgün danışasan. Dəfələrlə mən öz müraciətində, öz dəfələrlə demişəm ki, qardaş, bu suyu açıb bu yolla buraxmayın. Sonra da deyirlər ki, məsələn, iş görünmür. Nətər? Bax, son vaxtlarda gerək dəqiq deyəsən ki, qərəzsiz, söhbət deyəsən ki, həqiqətən də quruculuq işləri bizim kəndimizin özündə vüsat hattı gelir, çox gözəl quruculuq işlərlə məşğullar. Küçələrin yığışdırılmasında, zibillərin yığışdırılmasında, ondan sonra yolların qumun tökülməsində, siz özünüz Allah'a şükür bu işdə iştirak edirsiniz, mütəmadi iştirak edirsiniz, öz gücünüzü, öz enerjinizi bu işlərə sərf edirsiniz. Buna görə də mən sizə bir daha təşəkkürümü bildirirəm, Allah can sağlığı versin. Yəni qaldı ki, bu biz tərəflərdir ki, təbii fəlakət yağışdır, bu yağışdan əvvəlcədən nəsə bir iş görməlisən ki, vəziyyət gəlib belə alınmaz. İstər Respublikada, istər rayonda. Məsələn, mən göstərərdim ki, mənim bir tanışım var Qurdadan, Qurda kəndindən. O ki, deyir ki, biz deyir, artıq deyir,
Yağış yağanda deyib bizdə daşqın sel, sələmdən deyib biz deyib qorxuruq deyirləmsə, inan ki deyib çıxıb qaçmaq istəyirlər mənim. Yəni mən belə bir məsələ Aydın məsələdir. Yəni iş orasıdır ki, bir var təsadüfən 10 ildə, 20 ildə bir hadisə baş verər. Edəməm, məsələ orasındadır ki, mən hesab edirəm ki, bax, biri oyaq qırağa, bir deyək ki, təbii fəlakətlər daha çox oldu, nə bilim nə. Və keçən Şəki də dağlıq ərazi sayılır. Şəki kəndləri də, ərazisizdə yuxarı kəndlərdə də tez-tez adi xırda yağışlı hallarda da sel daşqın təhlükəsi yaranır. Buna görə də özümü tuturam ki, həmin kəndlərin bələdiyyələri də, insanları da fərqən olmalıdırlar. Adicə xırda bir şey deyim ki, kəndin özündə öz qapısının ağzını, barının dibini müəyyən qədər bir nəzarət eləməkdə çoxları laqeydlik nümayiş elətdir. Bu olmamalıdır. Çünki bu hər birimiz üçündür, bütövlükdə kəndimiz üçündür. Mən hesab edirəm ki, elə başda bizim Şəki, Dəynə olmaqla Respublikanın bütün yerlərində, o cümlədən mərkəzi paytaxtımız Bakıda dediyim məsələlər həll olunar, əlaqədar orqanlar, təşkilatlar əvvəlcədən öz qabaqlayıcı tədbirlərini görər ki, hansısa fəlakət, faciəli bir hadisə baş verməsin. Aydın məsələdir. Yəni, ümumiyyətlə, dəfələrlə qeyd elədik, kəndlər, rayonlar, əlbəttə, hər şey nədən başlayır? Hər şey mərkəzdən başlayır, nümunə gəlir. Əvvəl qeyd elədiyim kimi, Bakı mərkəzi şəhərimizdir, paytaxtımızdır, orada elə şeylər var ki, həssaslıqla yanaşılmalıdır. Vallahi şəxsən bir vətəndaş olaraq mən qəzarət çəkdim ki, şəhər salma forumu keçirilən bir müddətdə Bakımız o gündə oldu. Nəyə görə? Çünki lazımi insanlar, lazımi təşkilatlar vaxtında işini görməmişlər. Edəməm, məsələ orasındadır ki, mən hesab edirəm ki, bax, biri oyaq qırağa, bir deyək ki, təbii fəlakətlər daha çox oldu, nə bilim nə. Və keçən ildə bu məsələ ündəmdə idi da, bu məsələ, bu fəlakətlər keçən ildə baş verdi. Və bu keçən ildə məsələ, mən istər Əhmədlidə, istər Sabunçuda, istər Xalqlar Dostluğunda, müəyyən müxtəlif yerlərdə bu hadisələr yenə baş verdi. Bu hadisələrin baş verməməsi üçün əvvəlcədən bu daşınma düşünmək lazım idi ki, bunlar bu su kanalizasiya idarəsi, bu haqda bir məlumat, nəsə bir iş görməliydi, bir tədbir görməliydi ki, bu hadisələr bir illərin baş verməməlidir. Buna necə baxırsın? Mən bir daha tək bir ya su kanal idarəsini, ya kanalizasiya idarəsini yox. Bunların təbii ki, bunların nəzarət elədiyi bir şeydir. Bunların özünə nəzarət olmalıydı. Bunların işi araşdırılmalıydı ki, siz bu illər ərzində bu kanalizasiyanı nə cür çəkmişsiniz ki, bu hadisə baş verir? Əvvəlcədən hansı ehtiyat tədbirləri görmüşsünüz ki, təbiətə nədir? Zakaz üzr istəyirəm, əmr eləmək olar ki, sən yağış yağma, tufan olmasın, deyilməsin. Buna qarşı hansı işləri görmüşsünüz? O, fəlakət baş verən yerlərdə, hətta adam ölümüyle də nəticələnmişdir. Baş verən yerlərdə bu işə baxan insanları cəmiyyətə tanıdıb, bildirib ki, həqiqətən də günahkar kimdir? Olmadı. Buna görə də xahiş edirik ki, dövlət rəhbərliyi bu haqda düşünsün və lazımi orqanların üzərində nəzarəti daha ciddi icra eləsin. Sağ olun, bütün izləyicilərimizin hər birisinə təşəkkür edirəm. Növbəti görüşümdə bir daha əvvəl qeyd elədiyim kimi ikinci ən çox sosial şəbəkələrdə müzakirə olunan məsələ barədə deputat Günay Ağamalının və jurnalist Səidə Bəkir qızı barədə olan öz fikirlərimizi sizə çatdıracağıq. Sağ olun. Sağ olun, təşəkkür.